Bəli, sıralamanın içindən keçməyin vaxtı gəlibdir. Dostlar, biraz gözlədim mən. Biraz gözlədikdən sonra bir dənə saldırı idi. -30 atdı. Yəni hələ də artı 78 olaraq qabaqdayıq. Çox gözləmədən bir digər saldırma keçəcəm deyəcəkdim də, klanda heç kim aktiv olmadığı üçün məcbur madalya xərclədim. Asan köy gəldi əslində. Hələ keçinə basmayacam deyirdim, amma basma məcburiyyətindəyim. Görünməzlik. Yox, yenə alınmadı. Hər dəfə bir dənə Tesla çıxır, işləri pozur da. Olmasa olmur. Görünməzlik aktiv oldu. Bu qəşəng oldu. Bizim üçün geri çağırmasaydım problem olacaqdı. Kraliçə orada oyalanmasın daha yaxşı olar. Pis oldu da. Kraliçə öldü. Taxıla kraliçəyə tağıldı. O qədər şeyin içində. Birliyin içində. Ayağını sarımaşdıraram görəsən. Nəysə, şampiyonu indi basmayayım. Çünki şampiyon uça gedəcək qabağa. Bu hissəni sarmaşdırıram. Şampiyonu da basaq. Koruyucunun nə hoqqa verdiğini anlamağa çalışıram. Amma anlayamıram. Və Barbar Kral hara getsən? Barbar Kral nə ağarsan? Şampiyon sən nə ağarsan? Heç nə alamayacaq. 13 kupa. Heç nə, bərbad saldırdıq. Bərbad bir saldırı idi. Artıq bu xətadan dərs çıxartmalıyıq da, belə çıxır. Burada nətər bir saldırı edeyim. Monoliti alacağım. Monolit bayaqları çox böyük problemlər yaratdı. Buradan da püskürtücüləri iksir topladı tərəfdən girib püskürtücülər alaram. Deməli, buradan Tesla falan çıxacaq. Tesla 100% çıxacaq. Tesla xeyri yoxdur. Hara getsəm bir dəfə görsəm bir dənə Tesla çıxdı. Bir dənə də Tesla çıxdı. Əsik olmasın. Bir dənə də çıxdı. Özəllik basıram. Tək boynuzlu at getdi işinə. Hayır, adıma sıçtım. Kara geceler üzerime titreyen. Heç bir şey istədiyimiz kimi getmir bayaqdan. Sinirlərim çox pis pozuldu. Nəysə, şampiyonu dirildəcək. Şampiyon başına daş düşsün. Böyük bir dənə daş düşsün. Nereye gidiyor lan? Şampiyonu basardım da. Bax. Koruyucu Barbar Kral ağarır. Nəysə, ən azından içəridə şey var. Adı nədir? Sarımaşdır görünməz aktiv olduğu kimi. Buradan da 3 ulduz gəlməyəcək. Barbar Kral sayəsində və nəysə. Anka devrəyə girdi. Gedək minlə ona vura. 3-cü saldırı düşək fail oluruq. Bundan artıq fail olmamalıyıq. Daha diqqətli saldırmalıyam. Elə divarlarla şeylə, əlləş divarlarla. Bir o divarı qırır, bir bu divarı qırır. Bir o divarı qırır. Getdim də o birisi divarı qırmağa. Bayaqdan çıxa bilirsə çıxardım da çölə. Bayaqdan niyə çıxmadım çölə? Pekka və Elektro.
Zeka gelişdirilməsi gəlməlidir bura oyuna. 86%, 28 kupa gəldi. Yəni çox 28 kupa ilə qurtardıq. Alınmır. Bir də 3 saldırıdan elə şey alsam, 40 kupa gəlsə qəşəng olacaq. 5800. Aha, elə 3 saldırımız var. Bir dənə fail ola bilər. Ondan başqa bir fail ola bilmərik. Şampionu düzgün yürütməliyəm. Yəni şampionu bayaqdan pis yürüdürəm. Büyücünü də aldıq. Sola getmə. Qəşəng. Özəllik bas getsin. Yenə bas. Bir dənə görünməzlik. Seçdik. Hardan saldırım? Buradan saldırsam kraliçə falan tez öləcək. Nə, hələ ki buradan irəliləyim yavaş-yavaş. At bunları da. Yəni kəllə avcısı. Hə, indi orduyu buraxıram. Şampiyonu bırax getsin. Onsuz orada zehir falan aktiv olub orada yavaş irəliləyəcək. Biraz sürətli olun. Barbar kral içəri gir. Hə, içəri girdi. Aha, hələ ki problem yoxdur. Bəlkə də var. Kraliçə yaşayır. Kraliçə yaşayır. Onda hayda. Barbar kral yardım el ora. Ordudan xəbərim yox imiş. Nə yaşayırlar hələ. Can bas, can bas, can bas. Buz qoləmləri ömrümə girdilər. Özəllik. Şampiyonu basamayacağım. Ayda yenə fail olduq ha. Niyə belə gedir? Mən bayaqdan saldıramıram. Məşğələyə getdim, gəldim, başıma daş düşdü. Neyse 100'də toplayaq. İndi bas. Yenə mənasız oldu. Orada elə sağ tərəfinə. Orada da deyirəm yalandan. Şifacılara var, şifacılar. Bomba kulesini alın heç olmasa. 95, 32 kupa falan gələcək. 31 kupa. Daha diqqətli saldırmalıyım, daha diqqətli. Çift öfkeli gəldi. Şampiyonla yaxşı verim ala bilmirəm. Nəsə, şampiyonla doğru düzgün bir verim ala bilsəm. Öfke tərəflərdən birini almaq lazımdır. Bura 2 dənə barbar. Yenə həmişə kimi alamayacaqlar. Halal olsun. 3 dənə barbar attım və 3'ü də onu alamadı. Öldün də dayı, öldün də. Yox, bugün pis keçir. Gedələyim indi nabay çıxardım. Al onu da çəkim sənə day. Bu hissədən saldıracaq. Dev lazım deyə mənə. Dev bir də şey adı nədir onun? Roket mızraq. Neyse saldırıram. At şampiyonu da at. Öfke bastım. Şifacılar hara baxırsınız? Şifacılar. Şifacılar biniciyə baxmalı, binicilərə. Of, hələ də buz qolemləri basıya özəllik.
Buranı sarmaşdırıram. O da alanmadı. Geri zekalıdır da, geri zekalı. Onda belə eləyirik. Gəl bura. Devoku çıxardıram. Yerinə bu dondurma oxudu nədir? Onu alıram. Son saldırımızdır. Kahraman canlandırmanı çıxardıb yerinə bir dənə də sarmaşdırma alacam. Ay Allah, ən sevmədiyim düzən gəldi. Bu düzənləri eləyə biləcəyim bir şeyim yoxdur. Of, bu düzəni heç sevmirəm də. Bu düzən çox çətin düzəndir. Gir içəri də, gir elə gərək ətrafından fırlanasan da, olmurdu o. Hə, şampiyon yenə ağzına gələn yerlərə gedir. Görməzlikləri ehtiyatlı işlətməliyəm. Qənaətlə. Hə, gənə buz qoləmləri. Həmişə çıxada gərək o buz qoləmləri. Onları öldür. Hə. Onları bir bu tərəfə çəkək. Şifacıları çağırdım. Bir dənə buz qoləmi atacağım. Bir dənə duvar yıxıcı ataq, ora qırılsın. Heç olmasa bəlkə kraliçə içəri girdi. Hə. Orada Pekkoların başına daş salar. Buz qoləmlərini. Buradan ordunu attım. Bir dənə də axırıncı olaraq şampiyon. Bu hissəni sarmaşdırdım. Koruyucunun canı niyə azaldı? Koruyucu. Koruyucu o qədər ordunun arasında ölməyə gedir. Hə, get əssik olma. Get, yox. Əssik olsan. Uf, orada nə özəllik gedəcək. Buram bir dənə şeylə. Aha. Hop, bir dənə özəllik. O özəllik çox qəşəng idi. Hə. Təmizlik əsərləri atıram bura. Bir dənə də. Yo. Şampiyon, bax sən vacibsən, ölmə. Şampiyon nə varsan? Abi geri zekalıdırlar bu ordu, geri zekalıdır. Barbar kral yaşayır, indi barbar kral da öləcək də prosto. Hə, gəl. Tekli getdi o qədər ordunun arasında barbar kral taxıldı. Sağ olsun. Sağ olsun. Ay, Anka, heç olmasa sən bir şeylər elə. Aha, gəldi. Alın oranı da. Hə, bu düzəni üstləməyin yolunu tapdım mən. Və 5800 kupa olduq. İndi yerəldən neçənci ona baxın. Çox pis saldırılar elədim. Daha düzgün biraz saldırsaydım daha üstlərdə olardım. 400-cülük. Hələ eksiyib düşəcək nə qədər, 300 girəcək bu gündə. 300 daha üstü 5500'ləri falan düşəcək. Savaş günlüyünə baxanda 245 almışıq, bu çox pis aşağı rəqəmdir. Ən azı 280-dən yuxarı almalıydıq. Neçə dənə fail olduq, bir ona baxaq. 3 dənə 3 yıldız ata bildim mən. Dünənki saldırılar heyf paylaşamam. Dünənki saldırılarım yaxşı idi. Bir dənə 99'da qalmışdıq dünənki saldırılardan. Başqa da yox. Bir də normal saldırmışdım. Amma bugün çox pis keçdi. Nəysə dostlar, onda sabahki videoda görüşmək üzrə. Sağ olun, salamat qalın.